Müəllim, gündəmdə yeni bir məsələ var. Bu kartlara gündəlik limitlərin gətirilməsi. 5 dəfə mədaxil, 5 dəfə məxaric. Müəllim, gündəmdə yeni bir məsələ var. Bu kartlara gündəlik limitlərin gətirilməsi. 5 dəfə mədaxil, 5 dəfə məxaric. Ancaq bu bazarda şəffaflığı təmin etmək üçün etdiklərini deyirlər, amma bunun arxasında yatan hüquqi cəhətdən analiz olunan olan hallar nələrdir sizcə? Təsiri nələrdir bundan insanların şəxsi həyatına və yaxud da iş dövriyyəsinə, və yaxud da bəzilərinin bundan gəlin pul götürürlər, misal üçün kimsə uzaq məsafələrdə olaraq pul götürməlidir, bu kimi ümumiyyətlə şəxsi həyatın çətinləşməsində və həm də hüquqi olaraq bunun nəticəsi nədir? Bu mövzu artıq deyilib. Bildiyim qədərilə Banklar Assosiasiyası ilə Mərkəzi Banka müraciət olunubdur. Maraqlı bir mövzudur. Burada hüquqi tənzimləmə var, yəni məhdudlaşdırıcı tənzimləmədir görürük. Bir də insanların bir dönəm dövlətin xüsusən strategiyası bu idi ki, nağdlaşdırmadan onlayn hesabatlılığa keçmək və təbii ki, nəzarəti də o funksionallıq çərçivəsində həyata keçirmək istəyirdilər. Amma indi görünən odur ki, yəni mənim şəxsi mövqeyim, hüquqşünas mövqeyim bundan ibarətdir ki, bir məhdudlaşdırıcı tənzimləmə ilə iqtisadi və hüquqi, yəni fərdlərin burada hüquqları var da, yəni sərbəst şəkildə köçürmə həyata keçirilməsi arasındakı balans düzgün qurulmalıdır və tələb də budur ki, şəffaflığın artırılması və bəzi artmış olan fakt olaraq qanunsuz hərəkətlərin sayı artıbdır, çoxlu dələduzluq halları yaşanır. Amma mən mövqe olaraq tənzimləmədə göstərilən hallara xidmət edəcəyini düşünmürəm. Çünki necə, yəni çox rahat şəkildə nağdlaşdırmağa təzədən geri dönüşünə səbəb olacaqdır. Yəni insanlar artıq deyir ki, əvvəl kim ödəyə bilmirsə gedib nağd şəkildə bir-birlərinə ödəmələri həyata keçirməyə səbəb olacaqdır. Bu xüsusən aktiv şəkildə ticari fəaliyyətlə məşğul olan şəxslərin hesabat verilməsi məsələsinə gətirib çıxardacaq ki, adam deyəcək ki, 10-cu gedişatda eləyəcək o gedişatı və yaxud da bir limit də var orada, 20 minlik limit də var. Bu limiti keçəndən sonra deməli bunun hesabatı necə olacaq? Hər dəfə gəlib hesabat verəcəkdir. Halbuki bunun qanunvericilikdə göstərilmiş norması var da, ən yaxın qonşumuz Gürcüstan. Yəni ildə bir dəfə sənin gəlirinlə sənə gələn məbləğ arasındakı ziddiyyət yaranarsa verdiyin hesabat arasında o zaman səni çağırırlar ki, bax sən illik gəlir bunu göstəribsən, amma sənə bu qədər pul gəlibdir, bu pulun mənbəyini denən və niyə bunu göstərməyibsən? Bu ildə bir dəfə hesabat verilmə prosesi hər bir vətəndaş üçün və problemi olan vətəndaş üçün, dövlət üçün daha az güclür ki, hər dəfə milyonlarla insanın köçürülmələrindən çıxan proseslərlə dair çağırılmaları. Bunu kim tənzimləyəcək? Hansı qurum olacaq? Güc mühafizə